Lüger yoxsa orta statistik Rasim? Hayda, ikisi də yaxşıdır. Təbii ki, yaxşıdır. O seçim oldu da, indi elə seçimi. Məni öldürürdülər. Lüger yoxsa orta statistik Rasim? Çox pis başladı. Heç nə olmaz. Orta statistik Rasim. Hər aslında özüm yazmışam və mən Rasim yoxsa karantinvari toy? Rasim. Rasim yoxsa karantin balladası? Rasim. Okay. Rasim yoxsa Sama ilə görüş? Rasim. Rasim yoxsa qapı? Dostlarla düşmən elə. Bəli, biraz da şov. Yəni burada sırf mənim aktyor kimi, yoxsa ümumiyyətlə film olar? Yox, sən həm istədiyin kimi dəyərləndir, yəni sənin üçün. Hə, valla elə Rasim elə mənim üçün ən yaxşı işlərdən biri sayıram özüm. Amma qapı da pis film deyil ki. Qapı çox yaxşı. Başa düşmədim. Salah Əhmədzadə bu videonu izləyəcək. Yox, Qapı məncə çox yaxşı filmdir və axır dövrlərdə çəkilmiş ən yaxşı filmlərdən biridir. Amma Rasim. Okay. Rasim yoxsa Zəhər Tılığı? Rasim. Rasim yoxsa Bakılının gündəliyi? Rasim. Okay. Rasim yoxsa Qış nağılı? Rasim. Rasim yoxsa karantinvari boşanma? Karantinə vaid hamısını çəkmisiniz. Rasim. Rasim yoxsa həyat deyəsən gözəldir? Oydu. Mənim üçün sırf əgər mənim üçün dəyərli olmağından gedirsə Rasim. Rasim yoxsa Dib? Diblər də çox yaxşı proyekt idi məncə, amma Rasim. Rasim yoxsa bəlkə də? Bəlkə də. Doğrudan bəlkə də mənim üçün məncə ən belə doğma, həm stilistik, həm ssenari baxımından ən yaxşı işim sayıram hələ ki. Ondan sonra da Rasim. Çünki Rasim məncə sırf YouTube üçün elədiklərimin arasında ən yaxşısını mən onu sayıram.